Değerli dostlarım, tanışlarım və qohum-əqrəbalarım, çoxunuzun bildiyi kimi mənə burada haqsızlıq olundu. 15 gün öncə mənim kimi təcrübəli, bir əlində 5 mərifət olan bir işçini burada işdən çıxardılar. Mən də bu haqsızlığa dözə bilməyib sərt şəkildə reaksiyamı bildirdim və çantalarımı toplayıb vətənə geri qayıtmağa qərar verdim. Amma qonşumuzdakı Alman xala bu qərarıma qarşı çıxdı və məni bu yoldan çəkindirmək üçün əlindən gələni etdi. Dedi ki, haqsızlığa qarşı vuruşmaq lazımdır. Haqsızlıqdan qaçmaq olmaz. Haqsızlıq bir dəfə baş verərsə, davamlı baş verəcəkdir. Sən vuruşmalısan, çarpışmalısan. 15 gün o mənim bütün maddi ehtiyatlarımı qarşıladı, dövlətdən məndən yardım istədi və dedi ki, biz bu haqsızlığa birlikdə sinə gələcəyik. Ondan sonra mənə yeni bir iş yeri tapdı, yeni bir müqavilə bağlatdırdı, iş saatımın az olması ilə bağlı müəyyən hərəkətlər həyata keçirdi və dedi ki, psixoloji sarsıntımla bağlı isə həmin digər işlədiyin iş yerindən də sənə təzminat alıb geri verir. İndi isə bunları sizə danışmaqda əsas məqsədim odur ki, sizə öncədən məlumat vermək istəyirəm. Çünki qonşumuzdakı Alman xalamız dedi, gedib baxdırmışam sənə və deyiblər ki, sənin yolunu ölkəndən bağlayırlar. Sənə çoxlu nəzər dəyir, göz dəyir. Ona görə də mənə yeni bir telefon nömrəsi aldı verdi və bundan sonra bildirdi ki, yalnızca bu nömrəni Alman nömrəsini işlətməlisən. Azərbaycan nömrəsini bundan sonra işlətmək sənə qadağandır. İndi mən sizə nömrəmi yazıb göndərəcəyəm, amma xahiş edirəm, heç kim bilməsin.